Salam, hörmətli izləyicilər. Əgər bilməzsiniz ki, sənədli və sənədsiz əbədə kimin yaşayış hüququ var, kimin vərəsəyi hüququ var, kimin bələdiyyə vəsiyyətnaməsi hansı halda qüvvədə olur, bu video sonuna qədər baxın, mən hüquqşünas Seyidzadə bu barədə məlumat verəcəyəm. Amma əvvəlcədən sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, əziyyətin hələ gelməsin. Eyni zamanda hörmətli izləyicilər, onu qeyd edin ki, həmin hüquqşünas kimi, həmin əyri arabasında olan şəxs kimi, əyri olan şəxslərin yaşayış hüququ ilə bağlı əyri girişləri var. Və onu da qeyd edin ki, əgər aydın olmasa, hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsini əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefonun hüquqi məsləhətin verilməsi 10 manatdır. Əgər abunə olmasanız 25 manatdır. Əzələrin yazılması 50 manatdır. Və yəni keçdiyim mövzuya hörmətli izləyicilər. Deməli, qeyd edin ki, sənədsiz evlərdə və sənədli evlərdə kimin yaşayış hüququ var? Mülkiyyət sahibinin yaxın qohumları, yəni ata-anası, ər-arvad və övladları, oğul qızların yaşayış hüququ var. Eyni zamanda belə qeyd edin kimi, əlilliyi olan şəxslərin yəni hüquqları var. Yəni daxil yoxdur, bu yaxın qohumdur, yoxsa uzaq qohumdur, ikincisi. Əlilliyi olan şəxs isə həmin evdə yaşama hüququ var. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri də budur. Mütləq qeyd edin. Amma onu qeyd edin ki, sənədsiz evlərdə vərəsəyi qüvvədədir. Yəni vəsiyyətnamə də verilsə mülkiyyət sahibindən tərəfindən ki, fankəsə vəsiyyət edəcəyən, o da qüvvədə olmur. Yalnız həmin evdə yaşayanların və belediyə order çıxarış sənədlərin və digər sənədlərdə adları qeyd olunan şəxslərin yaşama hüququ var. Nəzərə alın, hörmətli izləyicilər. Və onu qeyd edin ki, 2009-a qədər kim evlənibsə, söhbət gedir gəlin və bəydən. Hətta qaynana evində yaşama hüququ var. Nəzərə alın, mütləq qeyd edin, hörmətli izləyicilər. Və bir daha qeyd edin ki, sənədsiz evlərdə insanların istifadə etmə hüququ var, sahibi etmə hüququ var, amma sənədini vermə hüququ yoxdur. Nəzərə alın. Bu deməkdir ki, kim o evdə yaşayırsa, mülkiyyət sahibi onu çıxarda bilməz. Nəzərə alın.